Və biz artıq ödəniş terminalında görürsünüz, irəli düyməsini sıxırıq və burada təhsil xidmətləri xanası var və burada Dövlət İmtahan Mərkəzinin loqosunu tapırsınız və burada fin kodun üzərindən vurursunuz. Yenə də siz köhnə vəsiqənizdə fin kod və bu işarələmiş 18 rəqəmindən 7-sidir. Həmin fin kodu yazıb ödəniş edə bilərsiniz. Yaxud da ki, yeni vəsiqələrdə qeyd etdiyim kimi 7 rəqəmli simvolu daxil etməklə siz şəxs kabinetin balansını artıra bilərsiniz və artıq biz uyğun məlumatları, yəni fin kodumuzu müvafiq xanada yazaq və fin kodu yazdıqdan sonra biz irəli düyməsini sıxırıq və bundan sonra artıq ekranda sizin adınız, soyadınız gələcək. Siz əmin olun ki, həqiqətən də bu sizsiniz. Bəli, artıq adınız, soyadınızı gördükdən sonra irəli düyməsini sıxırsınız və irəli düyməsini sıxdıqdan sonra sizdən tələb olunan 50 manatı müvafiq olaraq aparata daxil edirsiniz və bundan sonra ekranda 50 manat yazısı gələndən sonra ödə düyməsini sıxırsınız və ekranda qəbz çıxır və siz də qəbzi çap edirsiniz və qəbzi əldə edərək həqiqətən də balansınızı artırdığınızı göstərə bilərsiniz. Yəni bu şəkildə biz artıq balansımızı artırdıq.